Salam xanımlar, mən bugün sizə tam səmimi bir video çəkmək istədim. Deməli, başlayım nədən? Mən rəfiqəmlə özümüzə qruplar açıb, kiçik işlərlə məşğul olurduq. Özümüz üçün qazanc əldə edirdik. Bu zaman mən bizim rəhbərimiz olan Nigar xanımla rastlaşdım. Və Nigar xanım məni öz üzərinə çəkməyi bacardı. Daha sonra mən Nigar xanıma qorxduğumu və risk edə bilməyəcəyimi söylədim. Nigar xanım hər şeyi mənə o qədər səmimi başa saldı ki, artıq mən razılıq verdim və nüvə şirkətində işə başladım. Şirkətimizdə 3 növ qazanc planı var. Həm satış hədiyyəsi, həm bonus hədiyyəsi, həm də götürə biləcəyim bir maaş. Bir ay keçdiyinə baxmayaraq, mən özümə komanda yaratdım. Müəyyən gəlirlərim oldu, satış hədiyyələri, maaşım və bonus hədiyyəm. İndi fəxrlə deyirəm ki, nə yaxşı ki, Nüvə. Əgər sən də evdə oturaraq mənim etdiklərimi etmək istəyirsənsə, o zaman tələs, gec deyil, itirəcəyin bir şey yoxdur. Cəsarətli ol, həm qazan, həm də qazandır.